Azərbaycanda çoxuşaqlılıq ənənəsinin unudulduğu bir vaxtda ailənin 8-ci övladı dünyaya gəlib. 8-ci dəfə ata olmaq sevincini yaşayan Bərdə sakini və kənd cəmaatı 8 avtomobillə uşaqla ilk görüşə gediblər. 8-ci övladları dünyaya gəldi, hadisə kəndlərində bayram ab-havası yaratdı. Bərdənin Yendaş kənd sakini Vüsal Qurbanovun 8-ci dəfə ata olmağı həm kəndlilərinin və yaxınlarının da böyük sevincinə səbəb olub. Siz inanırsınız ki, 10-cu övladı da olacaq? Olar, hə olacaq. Hələ bəlkə də 12 də oldu. Onlar bu sevinclərini doğum evinə 8 maşından ibarət xüsusi bəzəkli, təmtəraqlı karvan düzəldərək getməkdə biruzə veriblər. Kəndlilərin bu hərəkəti ətrafdakıların da marağına səbəb olub. Vüsalın bugün 8-ci evladı dünyaya gəlib. Onunla fəxr edirəm ki, yəni bir döyüşçü kimi. Ki, Vüsal bugün həqiqətən də öz ailəsində 4 dənə gələcəyimizin igid əskərlərini böyüdəcək. Bəziləri ürək sözlərini deyib, ən xoş arzularını çatdırıb. Bəziləri də sevincini şeirlə bölüşüb. Dünyaya günü, ayı gətirdi. Körpə gəldi dünyaya, əmi, dayı gətirdi. Sanmayın ki, adicə körpə gəldi dünyaya. Ər-arvad arasında körpü gəldi dünyaya. Vüsal Qurbanovun hazırda 4 qızı və 4 oğlu oldu. O deyir ki, 7 övladının heç birinə adı özü qoymayıb. Hörmət əlaməti olaraq bu işi valideynlərinin öhdəsinə buraxıb. 8-ci evladım, 4 oğlan, 4 qız. Ümumiyyətlə, ən böyük övladın neçə yaşı var? 11. 11 yaş. Oğlandı, qızdı? Qızdı. Ümumiyyətlə, bax, indi bu uşağın adını nə qoymaq planlaşdırırsınız? Allah elə bilmirəm. Yəqin ki, böyüklər qoyar. Həkimlər yeni doğulan körpənin çəkisinin və səhhətinin normal olduğunu bildirirlər. Qadın azad, normal şəkildə doğuşu idarə elədi. Heç bir fəsadı olmadan sağlam uşaq dünyaya gətirdi.